Çox geniş mövzudur və hazırda da dil məsələsi ən aktual mövzulardan biridir də. Bununla bağlı məzmun hazırlamaq qərarına necə gəldiniz? Nitqin düzgün təbliği istiqamətində hansı işləri görürsünüz məzmundan əlavə, kontent yaradıcılığından əlavə? Bu barədə də qısaca toxunaq. Mənə elə gəlir ki, hər bir insanın bu həyatda bir missiyası var və müəyyən yaşdan sonra o artıq özünü göstərməyə başlayır. Bu məktəb dövründən başlayıb. Mənim ixtisasım ingilis dilidir, amma buna baxmayaraq mən hal-hazırda nitq təlimləri keçirəm. Çünki insanların danışığının onların həyatlarına nə qədər böyük təsir göstərdiyini görürəm. Çox təhsilli, həddindən artıq bilikli insanlar özlərini ifadədə çətinlik çəkirlər. Və ona görə də nitqimiz bizim vizit kartımızdır. Biz hara gediriksə, xarici görünüşümüzə görə qarşılanıb, sonra deyirlər, ağlına görə yola salırlar bizi. Və bu da təbii ki, bizim danışığımızda özünü göstərir. Əvvəlcə məktəbdən Azərbaycan dili və ədəbiyyat dərslərinə olan sevgim get-gedə bu sahədə məni daha çox inkişaf elətdirməyə, özümü inkişaf elətdirməyə səbəb oldu və bir müddətdən sonra artıq bunu öz məsləyimə çevirməyi düşündüm və artıq son 6 ildir ki, bununla məşğulum. Gözəl.